Axşam hava şaxtalı olacaq. Bu soyuq havada təbii ki, isti çay içmək yerinə düşər. Söhbət çaydan düşmüşkən, çay diyarı olan Lənkəranda da bugün çay günü qeyd olunub. Gözəl ətri və dadı ilə tanınan Lənkəran çayının inkişaf etdirilməsi üçün rayonda hansı işlər görülür? Bu barədə növbəti video materialda əməkdaşımız Əfsun Ələskərli danışacaq. Adına şeirlər yazılan, mahnılar qoşulan Məxməri çay Lənkəranın vizit kartıdır. Ölkəmizdə elə ilk dəfə 1912-ci ildə çay Lənkərana gətirilib və burada əkilib. 70-80-ci illərdə Azərbaycanda çayçılıq özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Lakin son illər Azərbaycanın kənd təsərrüfatı sayəsində çayçılıq özünün əvvəlki çəkisini itirib. Ölkəmizdə bu sahənin yenidən dirçəldilməsi üçün müəyyən tədbirlər görülür. Bunun üçün Lənkəranda da bu il yeni çay sahələri salınıb. Lənkəranın çay sahələrində çəkiliş aparmağımız əbəs deyil. Bugün çayçılıqda əməyi olan fermerlər üçün əlamətdar gün olan beynəlxalq çay günüdür. Hazırda rayonda 566 hektar çay plantasiyası var ki, bunun da 454,4 hektarı fermer və sahibkarlar tərəfindən salınmış yeni çay sahələridir. Məhsul istehsalında mütərəqqi texnologiyalardan istifadə olunmaqla yaşıl çay üçün ayrılan sahələr ildən ilə genişləndirilir. Bildirək ki, bir çox ölkələrin ənənəsi olan çayçılıq ölkəmizdə ötən əsrin 30-cu illərindən təşəkkül tapmağa başlayıb. İlk savxoz indiki İstisu qəsəbəsi Kirovanda savxoz olub. Orada çay 50 hektar çay plantasiyası salınıb ilk dəfə həmən yerdə və bu ondan sonra Avrora çay savxozu yaradılıb. Hələ 40-cı illərində 4000-ə yaxın çay plantasiyası olub. Cənub rayonlarında çayçılığın əvvəlki şöhrətini özünə qaytarmaq üçün böyük əmək sərf edən Kənd Təsərrüfatı Elmləri doktoru Fərman Quliyev bildirir ki, Sovet dönəmində Lənkəran Azərbaycanı 70% çayla təmin edib. 80-ci illərində Azərbaycanda çay istehsalı 34.000 ton yaşıl çay istehsal edilirdisə və bundan 8,6 min ton quru çay istehsal edirdiksə, çayın rentabelliyi 65-70% çatmışdı. Məlum hadisələrdə çayçılığa və digər sahələrə diqqət azaldı. Qeyd edək ki, bu il Lənkəranın çay sahələrindən 302 ton yaşıl çay yarpağı toplanıb ki, bu da ötən ilkindən 3 dəfə çoxdur. Lənkəran şəhər kənd təsərrüfatı idarəsindən bildirildi ki, ölkə başçısının tapşırığına əsasən Lənkəranda 1000 hektar sahədə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub. Görülən işlər deməyə imkan verir ki, ölkəmizdə çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılması uzaqda deyil. Əfsun Ələskərli, İmran İqbaloğlu, Lənkəran.